Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz. Mən Vüsal Kəlbəcəri, 18 kitab müəllifi, Qızıl Qələm mütəxəssisi. Bu günlərim Azərbaycanın çox gözəl bölgəsi olan ziyalılar, görkəmli şəxsiyyətlər yetişdirən rayonlardan biri olan Ağsu rayonunda. Ağsu rayonunda mən dəfələrlə təqaüd olan müəllimlər, repetitor müəllimlər və qalxıcı müəllimlər haqqında çəkilişlər eləmişəm və şagirdlər haqqında. Bugünkü gündə sizə təqdim edəcəyimiz müəlliməni sizə təqdim etmək istəyirəm. Buyurun müəllim, adınız, soyadınız? Hümmətova Dilşad. Çox gözəl, Dilşad hanım. Dilşad hanım, biz sizin haqqında gözəl sözlər eşitmişik. Ona görə bugün sizin ünvanınızdayıq. Biz istəyirik ki, özünüz haqqında qısa olaraq özünüz danışasınız. Demək, neçə ildir təhsil sahəsində çalışmısınız? Mən 73-cü ildə Şamaxı Pedaqoji Məktəbi, Sabir adına Pedaqoji Məktəbə qəbul olmuşam. 77-də bitirmişəm. Çox gözəl. Sonra təyinatla gəlmişəm Ağsuya. Neçə il təhsil sahəsində çalışmısınız? Deməli, 78-ci ildən mən təhsildə çalışmışam 45 il. 45 il. 45 il. 45 il həyatınızı təhsilə fəda vermişsiniz. Hansı fən tədris eləmişsiniz? Texnologiya, rəsm xətt, rəsm. Çox gözəl. Biz əlavə olaraq siz öz fəninizin tədrisinə əlavə biz sizin haqqında maraqlanmışıq ki, təkcə siz texnologiyanı deyil, rəsmi deyil, əməkləri deyil, həm də şagirdlərə vətənimi sevməyi öyrətmişsiniz, bayrağımı sevməyi öyrətmişsiniz. Onlara əsl ana kimi qayğı göstərmişsiniz. Sizə ona görə öz adımızdan dərin təşəkkür edirəm, minnətdarlıq bildirirəm. Və şagirdlərə hər zaman bir ana qayğısı göstərmişsiniz. Həm də bu müəllimlik peşəsindən əlavə gözəl bir ki, anasınız, gözəl nənəsiniz. Çox gözəl. Neçə yaşınız var müəllimin hal-hazırda? 67 yaşım var. Çox gözəl. Özdə biz çox əziz bir gündə gəlmişik, hörmətli izləyicilərimiz. Demək 28 mart tarixidir, 2025-ci ildir. Həm Novruz bayramı ərəfəsidir, həm Ramazan ayıdır. Çox gözəl bir gündə gəlmişik və o cümlədən müəllimə təqaüd olan çıxdığı vaxtı gəlmişik. Təqaüddə olmaq budur ki, insan ancaq təhsillə deyil, ancaq nəvələrlə, nəticələrlə, övladlarla məşğul olan vaxtıdır. Və biz də sizin adınızı gəlmişik tarixə salaq və sizin haqqında gözəl işlər görək, şunlarımıza verək, sosial şəbəkələrdə verək. Sizə ən əsası can sağlığı arzu edirik. Çox sağ olun. Neçə övladınız var müəllimə? 4 evladım var, 2 qız, 2 oğlan. Sizin peşənizi davam etdirən müəllimlik varmı? Qızımın biri, böyük qızım müəllimədir, indi hal-hazırda işləmir. İbtidai sinif müəllimidir. Çox gözəl. İşləyib, 5 il işləyib, sonra həyat qurandan sonra işləmir. Və o cümlədən də neçə nəvəniz var? Yəqin 10 nəfərdən nəvəniz var. 9 nəvəm var, 3 nəticəm var. Ay maşallah, maşallah. Bax, buradan çəkilişimiz vasitəsilə bu gözəl gündə, Ramazan gündə və o cümlədən nənə olduğunuz vaxtda nəvələrinizə, övladlarınıza, şagirdlərinizə, bizə ürək sözlərini deyə bilərsiniz. Mən dərs dediyim şagirdlərə 45 il ərzində işlədiyim fəaliyyətim dövründə bütün şagirdlərimə ana qayğısı göstərmişəm. Onların həmişə mən istəmişəm ki, bizim adımızı yüksəlsinlər hər bir sahədə. Bizim məktəbdən çox uşaqlar universitetlərə də girib, ondan hal-hazırda çalışır. Bizim direktorumuz, məktəbimizin direktoru elə bizim mənim şagirdim olub, dərs demişəm zavuçumuza. Elə müəllimələr var ki, dərs dediyim şagirdlər indi müəllim kimi işləyirlər. Sonra da nəvələrimə də can sağlığı arzulayıram. Mən nəvəmin biri universitetdə oxuyur. İdman Akademiyasında oxuyur. Çox gözəl, çox gözəl. 3-cü kursda. Ona da Allahdan can sağlığı arzulayıram. Oxuduğu dövrdə uğurlar arzulayıram ona da. O biri nəvələrim, yanımdakı nəvələrim də biri 8-də oxuyur, biri 7-də oxuyur. Ondan qızımın da Yəni hamısına ürək söz nə deyə bilərsiniz? Onların hamısına can sağlığı, birinci can sağlığı arzulayıram. Hamısına. Mən də istəyirəm ki, onlar da yaxşı oxusunlar, onların da səsi sorağı belə universitetlərdən gəlsin, yaxşı işlərdə gəlsin. Mən də bir nənə kimi onların yaxşı görməyini arzulayıram. Amin. Arzum o da. Çox sağ olun. Biz də Çağdaş Təhsil komandası olaraq sizi ki, müəllimlərlə fəxr edirik, qürur duyuruq. Hər zaman vətəniniz başınızı eləyəsiniz. Allah təala sizi övladlarınızın, nəvələrinizin, nəticələrinizin üstünə etkiləməsin. Çox sağ olun. Bəli, hörmətli izləyicilərimiz, bugünkü bizim qonağımız Ağsu rayonunda çox gözəl bir anamızdır. Çox gözəl bir təqaüd olan müəllimdir. Təşəkkürlər, minnətdaram. Sağ olun. Çox sağ olun.